Bakıya axın başlayır. 2026-da nələr baş verəcək? Azərbaycan 2026-cı ildə siyasi, iqtisadi, ekoloji və idman sahələrini əhatə edən bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. Yeni Sabah xəbər verir ki, bu tədbirlər ölkənin beynəlxalq platformalardakı rolunun artdığını və regional mərkəzə çevrildiyini bir daha nümayiş etdirir. Belə ki, bu il Bakıda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası UF13 keçiriləcək. Forum 17-22 may tarixlərində təşkil olunacaq və ilk dəfə dövlət və hökumət başçıları səviyyəsində baş tutacaq. Tədbirdə dayanıqlı şəhərsalma, urbanizasiya, ağıllı şəhərlərin qurulması, müasir infrastrukturun inkişafı və iqlim risklərinə davamlı şəhər modelləri əsas müzakirə mövzuları olacaq. Bakı, həmçinin iyunun 5-də Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Bu tədbir ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, iqlim dəyişmələri ilə mübarizə, karbon emissiyalarının azaldılması və yaşıl enerji layihələrinə diqqətin artırılması baxımından mühüm platforma kimi qiymətləndirilir. İslam İnkişaf Bankı İSTB qrupu 16-19 iyun tarixlərində Bakıda Müdirlər Şurasının 51-ci illik toplantısını keçirəcək. Tədbir çərçivəsində İTÇ-nin 22-ci Baş Assambleyası, İCEÇ-in 33-cü illik iclası, İCT-nin 26-cı illik iclası və İSFT-nin 19-cu Baş Assambleyası təşkil ediləcək. Görüşlərdə investisiya imkanları, ticarətin genişləndirilməsi və maliyyə əməkdaşlığı əsas müzakirə mövzuları olacaq. Aprel ayında BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının ESCAP 82-ci sessiyası da Bakıda baş tutacaq. Həmçinin Qaradəniz Ticarət və İnkişaf Bankının KTİB Rəhbərlər Şurasının 28-ci illik iclasının Azərbaycanda keçirilməsi planlaşdırılır. Tədbirdə regional iqtisadi əməkdaşlıq, infrastruktur layihələrinin maliyyələşdirilməsi və dayanıqlı inkişaf strategiyaları müzakirə olunacaq. 2026-cı ilin mart ayında HAIO Qlobal Bakı Forumu keçiriləcək. Forumda dünyanın müxtəlif ölkələrindən sabiq və fəaliyyət göstərən dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri və tanınmış ekspertlər iştirak edəcək. Trump Tehranı təhdid etdi. İran rəsmiləri şifahi döyüşlərə başladı. Şeytanın fəryadı ona görə ucaldı ki, kəşfiyyat xidmətlərinin silahlı səhra casusları bazarlar və gildiyaların qanuni etirazlarını İran xalqının tarifi şüurunu kənara qoyaraq şiddətli şəhər döyüşlərinə çevirmək cəhdi uğursuzluğa düçar oldu. İran xalqı tarix boyu onlardan daha təcrübəli düşmənlərini məyus edib. Biz heç vaxt etirazçıları əcnəbi muzlularla bərabər tutmayacaq və sevimli övladlarımızı qucaqlayacağıq. Yeni Sabah xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf yazıb. O, Donald Trump'ın İrandakı etirazçılara yardım vədinə bu cür münasibət bildirib. ABŞ-nin hörmətsiz prezidenti bilməlidir ki, bu rəsmi etirafla bütün Amerika mərkəzləri və bütün regiondakı qüvvələri hər hansı mümkün avanturaya cavab olaraq qanuni hədəfimiz olacaq. İranlılar hər zaman həmrəydir və təcavüzkara qarşı hərəkət etmək əzmindədirlər. İranın digər yüksək vəzifəli rəsmiləri də Donald Trumpa Tehrana qarşı təhdidlərinin potensial dəhşətli nəticələri barədə xəbərdarlıq ediblər. Amerika xalqına aydın olmalıdır ki, Trump avanturizmə əl atıb. O, Amerika qoşunlarının təhlükəsizliyini düşünməlidirlər. Bunu Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Larijani Hay sosial media saytında yazıb. O qeyd edib ki, Trump'ın təhdidlərindən sonra həm ABŞ-a, həm də İsrailin aqressiv mövqeyinə şübhə yoxdur. Etiraz edən dükan sahibləri ilə vəziyyəti gərginləşdirmək üçün xüsusi olaraq keçirilən etirazlar arasında fərq var. Trump bilməlidir ki, ABŞ-nin daxili işlərimizə müdaxiləsi bütün regionda sabitliyi pozacaq və Amerikanın maraqlarına mənfi təsir edəcək, Larijani qeyd edib. İranın ali rəhbərinin müşaviri Əli Şamxani Hay da Trump'ın bəyanatlarını şərh edərkən qeyd edib ki, İranın milli təhlükəsizliyi bizim qırmızı xəttimizdir, sadəcə düşünülməmiş yazılar üçün mövzu deyil. Xatırladaq ki, Donald Trump İran təhlükəsizlik qüvvələri onları öldürərsə, Birləşmiş Ştatlar İrandakı etirazçıların köməyinə gələcək. İranda milli valyutanın dollar qarşısında ucuzlaşması və qızılın qiymət artımına kütləvi etirazlar dekabrın 28-də başlayıb.